Salam uşaqlar. Bugünkü videomuz YouTuberlərin həyatı haqqında olacaq. Video keçməmişdən əvvəl video like atın, kanalıma abunə olun. 3000 abunəyə çox az qaldı. Bu video ilə 3000 abunə olarıq inşallah. Çox uzatmadan keçək videomuza. İlk YouTuberimiz Zevs. Zevsin əsl adı Ruslan Quliyevdir. 4 iyun 1997-ci ildə doğulub. YouTube'da ilk videosu 3 manat ilə ox düzəltdim videosudur. Döyüşlə məşğul olub, əvvəlki videolarının döyüşlərini göstərirdi, amma sonradan başqa videolar atmaya başladı. 7 dəfə çempiona tutub, bir dəfə dünya çempionu olub. Əvvəllər YouTube'da çox aktiv olsa da, indi aktiv deyil. Azərbaycanda ən çox tanınan YouTuber idi, ən çox sevilən YouTuber olsa da, sonradan insanlar onu sevməməyə başladı. Çünki qumar reklamları çəkdiyinə görə insanlar onu linçlədi. İkinci YouTuberimiz İlkin Feyziyev. İlkin Feyziyev 2006-cı il oktyabrın 15-i Lerikdə anadan olub. YouTube'a necə başlayıb? Dostunun YouTube'a video attığını görüb, özü də YouTube'a başlayıb. İlk videosu Videoda biz sizinlə kubik düzəldək. İlk videosu kubik düzəltmə videosudur. İndi isə Azərbaycanın ən yaxşı YouTuberlərindəndir. Üçüncü YouTuberimiz Fərəd. Fərəd 2004-cü il 13 avqustda doğulub. Masaldan anadan olub, mənim yerlim imiş, mən də masaldanam. Video için araşdıranda gördüm. İlk videosu Brawl Stars videosu değilmiş. Ondan əvvəl də videoları var, amma kanaldan silib. İlk videosu nə qədər yanlışsan, ona deyə testini işləyib, deyəsən bu videodur. Amma o video indi kanalında deyil. Dördüncü YouTuberimiz Harun Məmmədov. Harun Məmmədovun 37 yaşı var, Şəkidən anadan olub. Əvvəl dublaj videoları çəksə də, sonra dublaj videolarını sildi. İndi isə bir kanalında vlog videoları çəkir, bir kanalında isə dinə aid videolar çəkir. Azərbaycanın bir nömrə YouTuberlərindən biridir. İlk videosu kino dublaj videosudur. Leyla, gözdə. Tərlan, Mən siz eşyana geyinməzsəm. səncə inək qaqaşqası yerə düşəndə niyə lırt elib düşür? Ancaq qoyun quzuda tək-tək düşür. Mən hardan bilim? Niyə ki? Görürsən heç poxdan başın çıxmır. Ancaq mənim həyatıma burnumu soğursan. Baba Toğlifeydi. Öncə Qərsizdən gələn 15 sentyabr zadı ilə bütün tələbələri təbrik edirəm. Sürəllah bizim canımız qutardı dərsdən. Bezmişimizi. Dəqiqdə biz zəhvur deyirlər ki, dərsə geçsəyəm idarə elə müəllim qayıb yazmasın. Nə olur da nə qədər pakrivat eləmək olar. Sonra bir balla çətilməkdən üzrə dəli olurdum. Adamda vicdan yaxşı şeydir da. Qayıbları imtihanlara pul xərcləməkdən pulum qalmamışdı, evdə aboyları yeyirdim. Hələ bu fəthi demirəm, heç vaxt yeməyə yer tapmaq olmur. Dollar qalxandan sonra dedi ki, tətin kimdir dərsə, maaş tutsan metro ilə getsin. Bu nə deməkdir? Qayıbların sayı çoxaldaq. Yəni demək istəyirəm ki, buranın təməlini qoyanın böyünün ağzı. 5-ci YouTuberimiz Fərid Bro. Fərid Bro'nun 21 yaşı var. İndi əsgərlikdə deyə video ata bilmir. İsmaillinin Tərəkənd kəndində yaşayır. Azərbaycanda yaxşı videolar çəkən yeganə kanallardan biridir. İlk videosunda da nənəsinə qışqırtma eləyib. Bir video ilə qarşınızdayıq. Bugünkü videoda nə edirik? Bugünkü videoda özüm də səbirsizlənirəm. Demək nə edirik? Videonun adından bilindiyi kimi nənəmə qorxu videosu çəkəcəm. Nənəm gilə içkili adına gedəcəm. Ay be. Sənə ürəyim partlayır. Niyə? Sən peyvən orada ki? Dostlarla yarışıb qardaşımızla. Toxuyub qardaşım dənəsini alsın. Dostlar, video buraya qədər idi. Videomu bəyəndinizsə video like atmayı, kanalımı bəyəndinizsə kanalıma abunə olmayı yaddan çıxarmayın. Sağ olun, özünüzə yaxşı baxın.